Salam əziz müəllimlər, xoş gördük hər birinizi. Sizinlə mənəm Nərgiz Yusifova. Bugün mən sizə məktəbəqədər MİQ və sertifikasiya üzrə əsas mövzulardan biri olan uşaqlarda yaradıcı düşüncəni inkişaf etdirməyin ən effektiv yolları haqqında məlumat verəcəm. Və mövzuya keçid etməmişdən öncə sizlərdən ricam budur ki, kanala abunə olmağı və videonu bəyəndiyiniz təqdirdə bəyənmə butonuna basmağı və videonu paylaşmağı unutmayın. Əvvəlcədən hər birinizə minnətdarlığımı bildirirəm. Deməli müəllimlər, başlayaq. Və onu da qeyd etmək istəyirəm ki, bu mövzu istər test mərhələsində, istərsə də müsahibə mərhələsində müxtəlif formalarda verilən suallara daxil olan bir mövzudur. Gəlin görək yaradıcı düşüncəni inkişaf etdirmək üçün hansı yollardan istifadə etmək məqsədə uyğun olardı. Deməli, birinci növbədə biz bilməliyik ki, yaradıcı düşüncə uşaqlarda nə üçün lazımdır? Yaradıcı düşüncə uşaqlarda problem həll etmə zamanı lazım ola bilər. Yeni qərarlar verərkən, yeni ideyalar yaradarkən, eyni zamanda da burada müxtəlif fəaliyyətlər zamanı, eyni zamanda uşaqlara verilən suallar zamanı, onların cavablarını bizlərə verən zaman, yəni onların düşünmə qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi ilə məhz yaradıcı düşüncəni inkişaf etdirən bir sıra yollardan istifadə olunması məqsədə uyğundur. Gəlin görək, bəs bu yaradıcı düşüncəni necə inkişaf etdirə bilərik biz uşaqlarda? Bunun müxtəlif yolları var. Birinci növbədə gəlin deməli uşağın xəyal gücünü dəstəkləyən yollardan danışaq. Gəlin görək bunu necə dəstəkləmək lazımdır. Yaradıcı düşüncə uşağın xəyal gücündən qaynaqlanır, biləsiniz. Deməli bu o deməkdir ki, yəni uşaq xəyal gücü güclü olmalıdır ki, uşaq yəni yaradıcı düşünərkən xəyal gücünə belə deyək də söykənib müəyyən qeyri-adi düşüncələrə gələ bilər. Uşaqların təsəvvür etməsinə və fərqli fikirlər formalaşdırmasına kömək edir məhz bu xəyal gücünün formalaşdırılması. Bunu necə formalaşdıraq? Uşaqlara açıq suallar verərək, daha sonra onlara nağıllar uyduraraq, bunu biz də edə bilərik və yaxud da ki, onların özlərinə də həvalə etmək olar bu nağıl uydurmaq məsələsini. Rollu oyunlardan istifadə edə bilərik. Eyni zamanda da onların fikirlərinə hörmətlə yanaşmaq və onları maraqla dinləmək lazımdır. Misal üçün, açıq suallar verərkən belə demək olar ki, əgər dünyada günəş olmasaydı nə baş verərdi? Və yaxud ay yerdə olsaydı necə olardı dünya? Yəni bu cür fərqli suallar verək ki, onlardan da qeyri-adi yaradıcı fikirlər ala bilək. Deməli müəllimlər, uşağın xəyal gücünü dəstəkləyən yollardan biri də eyni zamanda onları tez-tez müşahidələrə cəlb etmək daha məqsədə uyğun olardı. Gəzinti zamanı, ekskursiyalar zamanı, məşğələlər zamanı uşaqları müşahidə etmə qabiliyyətlərini inkişaf etdirmək, ətraf mühitin əşya və hadisələrinə onların diqqətlərini yönəldərək müşahidə qabiliyyətlərini inkişaf etmələrinə şərait yarada bilərik. İkinci bir məsələ yaradıcı düşüncənin inkişaf etdirilməsindən ötürü uşaqları sənət və əl işlərinə cəlb etmək lazımdır. Çünki onlar müşahidə zamanı, istərsə də nağıllardan eşitdikləri məqamları rəsm çəkərkən, heykəllər düzəldərkən, kağız və ya gil ilə işlər görərkən məhz uşaqlar həmin o təsəvvürlərində olanları məhz bu işlərə cəlb edirlər. Yaradıcılıq qabiliyyətləri güclənir məhz bu yollarla. Uşağın sərbəst şəkildə rəsm çəkməsinə və rəngləməsinə icazə vermək lazımdır. Müxtəlif sənət materiallarından istifadə edərək onun eksperimentlər etməsinə şərait yaratmaq lazımdır və təbii ki, biz məktəbəqədər yaşlı uşaqdan biz yüksək nəticə gözləyə bilmərik. Ona görə də biz nəticədən daha çox prosesi önəmli hesab etməliyik ki, yəni təbii ki, bu da növbəti illərdə proses önəmli hesab olunarsa, nəticə də get-gedə daha yüksək olacaq. Bu o deməkdir ki, biz prosesi önəmli hesab etməliyik. O deməkdir ki, yəni onun rahatlıqla özünü ifadə etməsinə imkan yaratmaq lazımdır ki, hər hansısa bir işi, prosesi necə həyata keçirir. Üçüncü bir məsələ, effektiv yollardan biri kitab oxuma vərdişini formalaşdırmaq lazımdır. Təbii ki, məktəbəqədər yaşlı uşaqlar hərflərdən istifadə edərək kitab oxumağı nəzərdə tutulmur. Bu, yəni şəkillərin
səsləndirilməsi ola bilər uşaqlar tərəfindən. Eyni zamanda biz böyüklərin istər tərbiyəçi müəllim olaraq, istər valideyn olaraq onlar üçün kitab oxumalarına şərait yaratmalıyıq. Yəni özümüz onlara oxumalıyıq ki, onlar kitaba həvəsləri yaransın kitab oxumağa. Kitab oxumaq uşağın dünya görüşünü genişləndirir, yaradıcı düşüncəsini gücləndirir. Və uşağımızla birlikdə nağıllar oxuya bilərik, sonrasında hekayə haqqında müzakirə apara bilərik. Ondan nağılın fərqli sonluqlarını təsəvvür etməsini istəyə bilərik. Öz hekayəsini yazıb şəkillərlə müşahidə etməsinə kömək edə bilərik. Yəni nağılın fərqli sonluqlarını təsəvvür etməsini o zaman istəyə bilərik ki, biz misal üçün nağılı yarıda saxlayıb sonlarını onlardan istəyə bilərik və yaxud da nağılı bitirib daha sonra uşaqlara sual verə bilərik ki, bu nağıl başqa cür sizcə necə sonlana bilər? Siz necə istəyərdiniz bu nağıl sonlansın? Yəni bu cür fikirlərini ala bilərik. Öz hekayələrini yazmalarını istəyə bilərik. Yəni təbii ki, sözlərlə bu müşahidə olunmasından söhbət gedir ki, uşaqdan özləri hekayə uydurmalarını şərait yaratmaq lazımdır. Daha sonra dördüncü bir yol problemlərin həllinə yönəlik tapşırıqlar verə bilərik. Uşaqlar öz problemlərini həll etməyi öyrəndikcə beyinləri yeni yollar tapmağa öyrəşir. Yəni gündəlik həyatda istər süni şəkildə, istərsə də təbii halda biz hər hansısa bir problemin həllinə yönəldə bilərik uşaqları, onların fikirlərini öyrənə bilərik. Gündəlik həyatda sadə problemlər təqdim edə bilərik, həll yollarını birlikdə müzakirə edə bilərik. Uşaqların qərar verməsinə şərait yaratmalıyıq. Misal üçün, sən nə düşünürsən və səncə biz bu işi başqa cür necə edə bilərik və yaxud necə edək kimi suallarla təşviq edə bilərik uşaqları problem həll etməyə. Və yaxud Lego, puzzle və məntiq oyunları kimi tapşırıqlardan istifadə edə bilərik. Beşinci bir yol yeni təcrübələrə açıq olmalıyıq. Bu o deməkdir ki, yəni uşaqlara yeni məkanlarla tanış etmək lazımdır. Yeni təcrübələr uşaqların maraq dairəsini genişləndirir, fərqli perspektivlər formalaşdırır uşaqlarda. Fərqli mühitlərə apara bilərik, muzeylərə, zooparklara, təbiət gəzintilərini, elmi sərgiləri uşaqlara təqdim edə bilərik. Yeni fəaliyyətlərə cəsarətlə qoşulmalarına imkan yaratmalıyıq. Misal üçün, belə deyək, bağçada məşğələlər zamanı, bayram tədbirləri zamanı, gündəlik həyatda rəqs, musiqi, idman, teatr kimi fəaliyyətlərə onları cəsarətlə qoşulmalarına, utanmadan qoşulmalarına şərait yarada bilərik. Eyni zamanda da bir valideyn olaraq mətbəxdə sadə reseptlər hazırlamağı birlikdə sınaya bilərik. Bunu müəyyən qədər bağçada da dayənin köməkliyi ilə həyata keçirmək olar. Yemək bişirmək də yaradıcı düşüncəni inkişaf etdirir uşaqlarda. Daha sonra sual verməyi və yeni fikirlər sınamağa təşviq edə bilərik. Uşaqların beyni bilirik ki, daim yeni məlumatları emal edir, onların maraq göstərməsinə və sual verməsinə imkan yaradır. Bu niyə belə işləyir? Səncə bunu başqa cür necə edə bilərik kimi suallar verə bilərik. Cavab axtarışında təbii ki, onları dəstəkləmək, öz ideyalarını sınamağa təşviq etmək lazımdır. Düşüncələrinə yaxşı və yaxud da ki, pis damğası vurmadan hər bir fikri dəyərli hesab etməliyik. Yəni təhlil aparmalıyıq ki, uşaqlar bilsinlər ki, onların fikri bizim üçün faydalıdır, bizim üçün maraqlıdır, dəstəkləməliyik, alqışlamalıyıq. Qeyri-adi fikir söylədiyini onun diqqətinə çatdırmaq, digər uşaqları da buna təşviq etmək lazımdır və uşaqların nəticə olaraq yaradıcı düşüncəsini inkişaf etdirmək üçün onlara sərbəstlik vermək, sual verməyə təşviq etmək və yeni təcrübələr yaşamalarına imkan yaratmaq vacibdir. Əsas məqsəd burada onların özlərini sərbəst ifadə etmələrini təmin etməkdir və dünyaya fərqli baxış bucağından baxmalarına dəstək olmaq lazımdır. Müəllimlər, yaradıcı düşüncənin dəstəklənmə yolları haqqında bu qədər. Onu qeyd edim ki, çox vacib bir mövzudur və bu mövzunu bilməyiniz həqiqətən də çox yaxşı olardı. Çünki sonuncu imtahanda yaradıcı düşüncənin dəstəklənməsi yollarından 2 sual artıq test imtahanında var idi. Onu da qeyd edim ki, müəllimlər, məktəbə qədər MİQ və sertifikasiya hazırlığı üzrə dərslərə qoşulmaq istəyirsinizsə 055 363 17 91 nömrəsi ilə əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz. Hələlik bu qədər. Hər birinizə zihin açıqlığı arzu edirəm. Sağ olun.